Abraham Lincoln 1809-cu ildə Kentucky ştatında bir otaqlı, döşəməsi torpaq olan kiçik bir komada anadan olmuşdu. Doğulmuş körpəyə 25 il öncə elə bu torpaqlarda Hindlilər tərəfindən öldürülmüş babanın adını verdilər. Abrahamın atası Thomas Lincoln dülgər və fermer idi. Savadsız olsa da çox düzgün və anlayışlı insandı. Anası Nancy Hankins çox mehriban, dindar bir qadın idi. Abrahamı evdə Eyb çağırırdılar. 18 kvadrat olan bu komada ana Eybə İncildən əhvalatlar danışırdı. Eyb 5 yaşından çalışmağa başlamışdı. O su gətirir, odun qırırdı. Kiçik fermalarında atasına yardım edirdi. Ailə sağ qalmaq üçün mücadilə aparırdı. 7 yaşında Eybi məktəbə göndərdilər. Bu məktəbdə nə kitab, nə dəftər vardı. Taxta parçası üzərində şagirdlər kömürlə hərfləri yazıb öyrənirdilər. Eyb bir neçə ay oxudu. Sonra fermada işləməli oldu. Sonra yenə 1-2 aylıq məktəbə qayıtdı. Eyb yalnız 1 il məktəbdə təhsil ala bildi. Lakin oxumağa çox həvəsi vardı və oxuduğu hər şeyi yadda saxlaya bilirdi. 9 yaşında onlar başqa yerə köçdülər. Həmin yerdə inəklər zəhərli bitki yedikləri üçün zəhərlənmə hadisələri olurdu və Eybin anası xəstələndi. Nə həkim, nə dərman vardı. Ana 34 yaşında vəfat etdi. Eyb taxtadan özü anasının adını və ölüm tarixini yazıb məzarın başına qoydu. Bir il ərzində atası Thomas əyyaşlıqla məşğul idi. Uşaqlar çirkli ac gəzirdilər. 1819-cu ildə ata Kentucky'yə getdi və bir qadınla geri qayıtdı. Bu qadını Eybin atası öncədən tanıyırdı. Ögey ananın adı Sara idi və Sara onlar üçün taleyin bir hədiyəsi oldu. Qadın bir araba əşya ilə gəlmişdi. Mebel, əsil qab-qacaq, yorğan döşək, hətta çarpayı belə gətirmişdi. Sara ilk növbədə komanı çirkabdan təmizlədi. Sonra ərindən xahiş etdi ki, döşəməyə taxta vursun, pəncərə üçün yer açsın. Əvvəllər onlar pəncərəsiz və taxta döşəməsiz komada yaşayırdılar. Sara cikli saçları bir-birinə qarışmış bu oğlanı sevdi. Anladı ki, bu uşaq qeyri-adidir. Sara özü ilə bir neçə kitab da gətirmişdi. Bu Eyb üçün əsl kitabxana idi. Savadsız Sara bu oğlanın gələcəyinin parlaq olacağına inanırdı. 18 yaşında Eyb 1 metr 90 santimetr hündürlüyündə idi. Uzun və güclü əlləri vardı, amma fiziki iş görməyi sevmirdi. Oxumağa həvəs göstərirdi. Şambah olduğu üçün axşamlar ocaq işığında kitab oxuyurdu. 19 yaşında Eyb sevgi yaşadı. Onlar bir qızla gizlincə görüşürdülər. Sonra Eybin sevdiyi qız tifdən vəfat etdi. Eyb depressiyaya düşdü. 21 yaşında Eyb ailəsindən ayrıldı. Baqqal dükanında işlədi. Təhsilini də özü inkişaf etdirirdi. Eyb çox düzgün oğlan idi. Ona görə oralarda ona düzgün Eyb deyirdilər. Abraham vəkil olmaq arzusundaydı. Buna aid kitablar oxuyurdu. Sonra Eyb Illinois ştatına gəldi. İmtahan verib vəkil oldu. Vicdanlı və düzgün olması haqqında xəbərlər ətrafa yayılmışdı. 1841-ci ildə Eybin 33 yaşı vardı. Məclislərin birində çox gözəl təhsil almış, zəngin bankir qızı Mary Ted ilə tanış oldu. 1842-ci ildə onlar evləndilər. Mary ərinin gələcəyinə inanan bir xanım idi, lakin çox əsəbi və acıdil idi. Onların 4 övladı dünyaya gəldi.
1850-ci ildə Abraham oğlunun birini itirdi. Bir müddətdən sonra ikinci oğlu da dünyasını dəyişdi. Mary depressiyaya düşdü. O özünə gələ bilmirdi. Abraham Lincoln hüquqşünas kimi fəaliyyətini davam etdirirdi. 5000-dən çox iş aparmışdı. Çoxunda da qalib gəlmişdi. Onu vicdanlı, fərasətli hüquqçu kimi tanıyırdılar. 1854-cü ildə Abraham Lincoln Respublikaçılar Partiyasına daxil oldu. Siyasi fəaliyyətinə başlayan Abraham Lincoln deyirdi ki, quldarlıq mənəvi eybəcərlikdir. Cənublular bundan əsəbləşirdilər. Bu şimaldan gələn Uzunduraz bizim düzənimizi pozmaq istəyir, deyirdilər. Lincoln tələsik quldarlığı ləğv etmək fikrində deyildi. O istəyirdi ki, başqa ştatlara quldarlıq ayağa açıb yayılmasın. Bilirdi ki, quldarlığı ləğv etmək üsyana, müharibəyə gətirib çıxara bilər. Onun planı yeni ərazilərdə quldarlığın qarşısını almaq idi. Lincoln düşünürdü ki, quldarlıq 50-100 ildən sonra özü yox olub gedəcək. 1860-cı ildə Respublikaçılar Partiyasından Abraham Lincoln öz namizədliyini prezident seçkilərində irəli sürdü. Cənub ştatları Respublikaçı Abraham Lincoln qələbə qazanarsa, Birləşmiş Ştatlardan çıxacaqlarını deyirdilər. Amerikalılar üçün Abraham Lincoln zəhmətkeşlik, düzgünlük simvolu idi. O adam özünü yaratmışdı. Abraham Lincoln Şimali Ştatlara görə prezident seçkilərində qələbə qazandı. Çünki Cənub ştatlarında siyahıda onun heç ismi belə yazılmamışdı. Qələbədən sonra 7 Cənub ştat Birləşmiş Ştatlarından çıxdı və özlərinə Federativ Amerika Ştatları adı verdilər və Jefferson Davisi prezident seçdilər. Abraham Lincoln bütün bunları qəbul etmədi. Cənubluları qiyamda günahlandırdı. Konqresdə olan cənub nümayəndələr oranı tərk etdilər. 1861-ci ildə Sumter Fordunda ilk qarşıdurma oldu və beləliklə vətəndaş müharibəsi başladı. Orduya rəhbərliyi McClellan'a həvalə etdilər. Lakin o çox riskə gedən biri deyildi. Əsas müdafiə fikir verirdi. Vətəndaş müharibəsinin ilk zamanlarında Cənublular qələbə qazanırdılar. Cənubluların rəhbəri General Lee idi. 1862-ci ildə isə Ulysses Grant adlı general Cənubluları sıxışdırmağa başladı. Abraham Lincoln qulların azadlığa buraxılması haqqında sənəd qəbul etdi. Bundan sonra qullar sahələrdən qaçaraq şimali hissə ordusuna qoşulmağa başladılar. General Grant çox cəsur idi və uğurla döyüşürdü. Lakin çox vaxt sərxoş olurdu. Bu haqda Abraham Lincoln'a xəbər verəndə o dedi: General Grantdan soruşun, hansı viskini içir? Mən bütün generallarıma ondan alıb göndərim. 1863-cü ildə Abraham Lincoln qiyamçılara amnistiya vəd etdi. Bu müharibənin tez bitməsinə təkan verməli idi. 1864-cü ildə baş general Ulysses Grant'ı təyin etdi. 4 il bitdiyi üçün yeni prezident seçkiləri başladı. Lincoln qələbə qazandı. 1865-ci ildə General Grant General Lee ilə görüşüb kapitulyasiya imzaladı. Cənub Federasiyasının rəhbərlərinin və Jefferson Davisin həbsindən sonra hər şey bitdi. Vətəndaş müharibəsinin bitməsindən 5 gün sonra cənubi aktyor John Wilkes Booth teatrda prezident lojasına keçib Abraham Lincoln başına ateş açdı. Özünə gəlməyən Lincoln vəfat etdi. Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Abraham Lincoln quldarlıq sistemini ləğv etmək istəyən, bir insanın başqa biri tərəfindən əzilməsini istəməyən bir şəxsiyyət idi.
Öz əməyi və zəkası ilə prezident vəzifəsinə qədər yüksəlmişdi. Düzgünlüyü ilə gənc yaşlarından tanınmışdı. İnsanları da düzgünlüyə, səmimiliyə dəvət edirdi.